2020-ci il sentyabrın 27-si müharibə başlanıldı. Həmin an mən Şuvalan bir filialında mağaza müdiri vəzifəsində çalışırdım. Yaxın dostlarımdan bir nəfərlə əlaqə saxladım. Mənə məlumat verdilər ki, Suraxanı rayonu hərbi komissarlığında 16:00-a qədər könüllü olaraq yazılış var, qeydə alınırlar. Həmin vaxtda da mənim iş fəaliyyətimdə olduğuna görə mən yuxarı rəhbərlikdən səhhətimlə əlaqədar olaraq icazə aldım. Düzü kameradan baxılır, etiraf edirəm. Düzü yalan deyib səhhətimlə bağlı icazə aldım. Amma birbaşa evə yox, Ensaylı Suraxanı rayonu hərbi komissarlığına yaxınlaşdım. Mən Füzulinin, Xocavəndin, Şuşanın torpaqlarının azad olmasında iştirak etdim. Müharibə zamanı 1-2 dəqiqə vaxt olanda biz ailəmizlə əlaqə saxlayırdıq. Ailəm mənə həmişə bildirirdi ki, Araz supermarketin yuxarı rəhbərləri hər dəfə əlaqə saxlanırlar və mənəvi və maddi cəhətdən hər zaman dəstək olurlar. Səndən nigarandılar və səndən heç bir əlaqə saxlaya da bilmirlər. Mən Araz supermarketinə, öz ailəmə video çəkib salam göndərdim. İşlədiyim yerə, Araz marketdən Şuvalan filialındaydım. Şuvalan, Mərdəkan, hamısına salamlar. Bütün Araz şəbəkəsinə, bütün kollektivinə, Şuşadan hamısına ürək dolu salamlar qardaşlarımızla birlikdə, bütün rəhbərliyə. Yəni, həqiqətən bu fəxrisiz ki, Araz yenə özünü göstərir ki, təkcə hər yerdədir, hətta Şuşadadır, öz təmsilçisi ilə bir yerdə eşq olsun. Mən video çəkəndə əsgərlərin bir çoxuna maraqlı gəlir ki, niyə bizə 1-2 dəqiqə ayrılıb? Çünki o vaxtdan səmərəli istifadə etmək lazımdır ki, ailəyə məlumat vermək lazımdır. Və sən niyə Araz marketə, yəni işlədiyin yerə salam göndərsən? Mən ona qısa bildirdim ki, biz bir ailəyik. Müharibə iştirakçılarının bir çoxunda travmalar qalmışdı. Yuxarı rəhbərlərin qərarına əsasən bu travmaların həlli yolu psixoloji seanslar keçirilməli idi. O seanslar da keçirildi. Sağ olsunlar, yox, təcrübəli şəxslərin sayəsində travmalar aradan qalxdı. Biz də öz sağlamlığımıza, səhhətimizə, sağlam həyatımıza qayıtdıq. Müharibə olunan zaman əlbəttə itkilər olunur. Araz supermarketində 9 şəhidimiz oldu. Allah rəhmət eləsin hər birinə. Bizim də şəhidlərdən Səid Bayramov, Talih Mustafazadə və digərləri bir çoxu oldu. Onlar hər birinin ailəsinə səbir diləyirəm. Bugünkü gündə Qarabağ qayıdışı görəndə, doğma Araz supermarketinin fəaliyyətini görəndə mənə çox böyük qürur hissi keçirirəm ki, mənim döyüşdüyüm ərazilərdə Araz supermarketi fəaliyyət göstərir.